Ha, sən harda qaldın? Gəl çıx da. Səhər açılır. Gəldim də, mən neyim, mən yazdım. Aha, sən niyə belə eləyirsən? Neynədim, mən? Sən niyə mənə xəbər eləmirsən? Niyə mən hər şeyi sənin ananla öyrənməliyəm? Ay, nə qışqırsan, amma işdi Ha, mən sən zəng eləyirəm, niyə cavab vermirsən? Mamam yandaydı da, qərbətsən, neysən deyə, Allah haqqı. Danış görüm, qız nətərdir, uşaq nətərdir? Nətər oldu bu? Könüllə getdi, bileti aldıq. Sonra könül getdi və mən də biletləri götürüb evə gələndə bunun anası qapıda qabağıma çıxdı. Neysə də ağzına gələni danışdı. Yəni bu arada çox axmaq adamdır, yəni biləsən. Sən danış, danış. Neysə, girdik bir-birimizə, o da ağzına gələn mənə dedi, mən də ağzıma gələni ona dedim. Mən də əsəbləşdim, düzdür, mən də biraz səhv elədim. Neysə də bir də söndüm gördüm ki, bəs könlünün halı pisdir, qan axması var. Sən də xalanın xəstəxanasına apardın onu. Neyinin başqa hara apardım? Ağlıma gələn bir dənə oydu da. Başıma gələnə bax, hə, indi orada qalacaq, elə mi bu? Biraz qalsın, sonra şey eləyərik də. Nə sonra şey eləyərik ya, nə sonra şey eləyərik? Sən ananı tanımırsan. Ananın uşağı olan hissiyatını bilmirsən. Baxarsan, hər gün xəstəxanaya gedib gəlib, bütün zibillərin üstünə sacaqdır. Görərsən indi sən. Yox, niyə mənim üstümə qışqırsan, neysən? Mənəm günahkar. Niyə mənim üstümə qışqırsan, deyə bilərsən mənə? Qəribə adamsın biz ya, Allah haqqı. Orada mənim üstümə düşür, burada mənim üstümə düşür. Mənə nə sifət edirsən, neysən? Mən xoşdur bu. Yaxşı, sakitləş. Özdə coşma. Coşmuram, amma düz eləmirsən də. Düşmüşəm, ortalıqda qalmışam, amma mənə düşmən kimi baxır. Mən bilmirəm sənin səhvlərini mən necə ortalıqdan yığışdırım. Özələ baxmayın mən, elə bil o məndə demədim. Yəni deyirəm birləşək bir dənə ortaq yolunu tapaq da, həllini tapaq da bunu. Gör mən xoşdur bu. Yəni o arvad elə belə durmayacaq ha, biləsən. Yəni zibilini açıb deyəcək. Özə xəstəxanada yanmamaya yaxınlaşırdı, biləsən. Nə? Yaxınlaşdı, oradan həkim çıxdı, başı qarışdı həkimə. Amma sonra yenə yaxınlaşdı. Yaxınlaşdı, özü də mənə söz soxaraq baxdı ki, yəni ağıllı olun da, çaşmayın. İstəsəm deyərəm.